Bilmirəm nə dərdə düşmüşük ki, özümüzlə xəlvət eləməyə qorxuruq. İnsan içini aşkar eləməlidir. Eləməsə Allaha çatmayacaq. İçini aşkar eləməlidir. Bir Arifin xidmətçisi idi bir nəfər. O Arifi də tanırsınız, adını istəmirəm çəkmək. Hərdən, bəzən adını bəzi adamların çəkəndə sonra hər şeydə insanlar gedir, onlardan nümunə axtarır özünə. Mən də yanlış hesab edirəm bu məsələləri. Bəzən yeri gələndə ad çəkirik, bəzən də müəyyən mülahizələrə görə çəkmirik. Onun xidmətçisi deyir ki, xurma ağacları var idi həyətimizdə. Deyir, xurmalar da tökülüb yerdə qalmışdı, elə bil yetişmişdi. Bir iki dənə deyil, o yetişmiş xurmadan ağacın üstündə var idi. Deyir, öz-özümə dedim ki, çıxım ağacdan dərim. Çıxım ağacın üstünə dərim onu. Deyir, çıxdım ağaca, ağacın budağı nazik, qırıldı, gəldim yerə, boynum sındı mı, ya zədələndi, sınmadı, boynu zədələnib. Apardılar məni xəstəxanaya, getdim, oradan müalicə oldum. Belə boyuna bir şey bağlayırlar, tərpədə bilmirsən, başı gələ belə tərpənəsən. Bu vəziyyətdə gəlmişəm evə, hələ ki müalicəm evdə davam eləyəcək. Deyir, yatıram evdə, həmin o Arif dedi ki, o xurmalardan 2-3 dənə aparın, verin ona. O xurma ki, mən onun üçün çıxmışdım ora. Mən də deyirəm ki, bu Arif adamdır, yəqin ki, mənim üçün şəfa var, bu xurmada bir nur var ki, mən bunu yeyərəm, sağalaram. Elə həmin o xurma ki, onun üçün ağaca çıxmışdım, onu gətirib qoydular. Çox da yeməli də deyildi. Vaxtı keçmiş idi. Da məcbur elədim ki, bu ağa deyibsə nəsə burada bir hikmət var. Yedim özüm üçün, yedim onu. Və gözləyirəm ki, indi şəfa tapım, gördüm, yox, şəfadan əsər əlamət yoxdur. Neçə vaxt keçdi, boynum sağaldı və bir neçə müddətdən sonra da dedim ki, o gün o xurmaları mənə göndərməyinizin hikməti nədir? Deyir, cavab verdi ki, biləsən nə üçün boynu əzdin, bunun üçün göndərdim sənə. Ki, biləsən ki, dəyərdimi ona görə çıxıb oradan yıxılasan, boynun əzilsin, bir ay gipsdə gəzəsən, dəyərdimi? Qiyamət günü, bax, bizim qabağımıza xurmaları qoyacaqlar, deyəcəklər, dəyərdimi ömrünüzü buna sərf elədiniz, dəyərdimi? Bax, onda insan çox peşman olacaq. Ruhun boynu da sınır axardan. Ruhun nə vəziyyətdədir gəlmirsən mənim görüşümə? Ruhun nə haldadır, nə vəziyyətdədir? Dəyərdimi bunlara görə özü bu vəziyyətə qoyasan? O saat deyirlər, hə, yaxşı da, bunlardır. Heç sənin dalıca qaçmayaq. Qaç, hər şeyin dalıca qaç. Amma hədəf tap özvə, özvə layiq hədəf. Özvə layiq hədəf. Bil ki, istədiyin cavabı bu deyil. Bunu bil, lap sübdən dindir, dur qaç. Sübdən dir, dur ruzu dalıca get. Din belə deyir. Deyir, lap sübdən get ki, bərəkəti çox olsun. Və sonunda həvəsim olmayacaq, niyə qaçım onu dalıca? Çünki hədəfi tapanda, biləndə hədəfin Allahdır və biləndə ki, onun sevdiyi iş işləməkdir, oxumaqdır, onda həvəslə gedirsən, iş dalıca və dərs dalıca.